Salam dostlar, hər vaxtınız xeyirli olsun. Dostlar, deməli bu günləri məni polisə çağırmışdılar, Alman polisinə. Getdim. Məni bu özünə bloger, nə bilim müxalifət deyən bu şəkildə gördüyünüz bu fahişədən əmələ gələnlər mənim haqqımda şikayət ediblər. Obşim, hətta şikayət ola, deyəsən əyi düz eləyir. Yəni şər böhtan. Gör nə bilim bu Qabil Məmmədovun arvadını, qızını öldürmək istəyirəm. 2017-də gör mən maşın zad oğurlamışam. Fransada mənə cinayət işi açıblar. Yəni belə axmaq şeylər. Gör mən nə bilim Hamasın adını yazıblar, sonra Hizbullahın adını yazıblar, sonra İran rejiminin adını yazıblar ki, sən bunları müdafiə. Belə dəhşət deyib, bunlar müxalifət deyil ki. Və bu şəkildə gördüyünüz və bunlarla da bir yerdə digərləri də var. Onların da təbii ki, orada adlarını çəkmişəm, sözümü demişəm. Çünki məsələ elə bir məsələdir ki, məsələnin tam araşdırılması üçün, aydın olunması üçün araşdıranda bunlardan başqa digərlərinin də adı çıxır ortaya. Ona görə məcbur orada o adı verməyə. Onlarla bağlı faktlar, sübutlar var. Onlar da inşallah bu məsələ məhkəməyə gedənə qədər üstünə düşəcəm. Çünki mən dostlar elə bir adamım ki, çox səbirliyəm. Çox səbirliyəm, amma çox da prinsipial adamım mən. Mən görsüz bu günə qədər bunların mənə qarşı elədiyi alçaqlıq, uğraşdıq, yalanı, şəri, böhtanı bir dənəsində mən götürüb əlimdə gedib polisə şikayət eləməmişəm, məhkəmə verməmişəm. Niyə düşünmüşəm ki, zaman gələr biz üzə gələrik. Bunların nə etdiklərini qoyaram qarşılarına ki, ay Əli Xoruz, ay Qabil Məmmədov, siz belə alçaqlıq, uğraşlıq eləmişsiniz. Bunun səbəbi nə idi? Niyə belə eləyirdiniz? Belə eləyəndə nə olur ki, güya sən güya şər atanda, sənin şər atan İlham Əliyev kimi uğraşdan, peysərdən nə fərqin var? Mən düşünürdüm ki, zaman gələr bunu qoyaram qarşılarına, sübut eləyərəm, izah eləyərəm ki, niyə belə eləyir? Yəni, aydınlıq istəyərəm. Amma bunlar, yəni mən düşünmürdüm ki, bu məsələ gedər polisə gedər, məhkəmə gedər çıxsın. Amma problem deyil, yəni əgər bu məhkəməyə, polisə gedəcəksə, mənim üçün daha da yaxşıdır. Mənim əlimdə kifayət qədər sübutlar var, kifayət qədər faktlar var. Hamınızdan bağlı qoyacağım, bunu biləsiniz. Çünki mən sizin nə qədər saxtakar, alçaq, oğraş, namussuz, fahişədən əmələ gələn olduğunuzu yaxşı bilirəm, yaxşı tanıyıram. Gedin istəyirsiniz kimə verirsiniz verin. Mənim səsimi nə polislə, nə bilim məhkəmə ilə heç kəsin kəsə bilmərsiniz. Sizin götünüzə pas soxacam mən. Siz ki mənə şər atırsınız, mənim haqqımda şər yazırsınız. Şər böhtan danışırsınız efirlərinizdə. Sonra da məni öz üzərinizə qaldırıb, sizi təhqir edirəm, götünüzə pas soxuram. Onu da aparıb polisə verirsiniz ki, məni təhqir edir. Heç bir problem yoxdur. Qanunla bu tərəfdən, media üzərindən də sizi qayıracam. Hər iki tərəfdən sizin götünüzə pas soxacam. Başa düşdünüzmü? Mənim şərdir, böhtandır. Yalanla işim yoxdur. Düzə əri. Sən Qabil Məmmədovun götümə pas soxacam sənin qanunu, dalını dağıdacam səni, görəsən necə cəzalandırıram mən. O götürüb orada yazmışsan, 30 min deyir məndən, mənim adımı yazıb, deyir 30 min mən bundan deyir şey istəyirəm, təzminat. Arvadını qayırmışam, ana bacı qayırmışam, osturaq. Yanında da yazıb ki, mənim arvadımı, uşağımı qətl eləmək istəyir. Göt oğlu göt, mən sənin arvadını, uşağını öldürmək istəsəm, sənin elə adresin var da. Efirdən niyə çıxıb sənəsə deyirəm, elə gəlib orada öldürərdim. Demək ki, mən o niyyətdə olmamışam. Sən niyə gəlib polisə deyirsən, onu cırıq, fahişədən əmələ gələnlər. Mən sizin götünüzə pas soxacam, indən belə işim sizlə olacaq. Siz müxalifət deyilsiniz, siz qəhbə yığınısınız, siz cındır yığınısınız, siz fahişədən əmələ gələn oğraşın, qəhbənin balalarısınız siz. Bu məsələ hara qədər getsə, ora qədər də gedəcəm. Siz olun, mən olun. İndi görəsiniz. Və buradan səslənirəm digər insanlara, kimin əlində bu Peysər Qabil, Əli Oğuz, bununla bağlı digər dostlar var. İndi əlaqə saxlamışım. Onlar da indi şahid kimi hamısı bu məsələdə dindiriləcəklər. Onlar da indi inşallah, yəni onlara da qarşı şər böhtan atıb. Bu Qabil Məmmədov Peysərcədə nəsli fahişə. Sizlərə də səslənirəm. Kimin Qabil Məmmədovla bağlı faktı, sübutu, argumenti nəysə varsa, buyursun məndən telefon nömrəsi var. Facebook'ta da əlaqə saxlaya bilərsiniz. YouTube'da da var telefon nömrəsi, TikTok'da da var. Əlaqəyə çıxın qardaş. Bu adamların cavabını verək. Bizim haqq meydanımızda belə şər atan, böhtan atan, özünə müxalifət, bloger, siyasətçi deyib, şər atan, böhtan atan, bu qancıqdan əmələ gələn, bu tıvar, uğraş, peysərdən əmələ gələnlər nə gəzir bizim meydanımızda? Nə gəzir? Çıxıb bunların sonra yalanından milləti alladırlar, ələ salırlar, doluyurlar. Sonra da çıxıb bunların yalanlarından danışırsan, başlayır şər atmağa. Anan orada verir, bacım burada verir. Nə bilim, özün üzdən İraqsan, 2017-ci ildə sən Fransada maşın uğurlamısan, nə bilim, orada cinayət işi qaldırılıb.
Halbuki 2017'de mən burada olmuşam. 2017'de mən burada olmuşam. Sonra bunun yanında hakimiyyətin adamı da bura yerləşdiriblər Rafael Priyevi. Gömən agent ama hakimiyyətin agenti. Sonra ne bileyim İran rejimini, sonra Hamas'ı, Hizbullah'ı hamısını yazıp doldururlar ora. Bu nedir benim başım çıxır? Kimdir bu adamlar? Bunlar muhalefeti yoksa qəhbə yığınıdır. Bunlar blogiyeti yoksa qəhbə yığınıdır. Kimdir bu adamlar? Biabırçılıqdır ya. Ona göre dostlar, ben burada sizlere de səslənirəm. Bu fahişədən əmələ gələnlərlə bağlı. Əlinizdə hər hansı fakt, sübut, nəsə varsa gəlin birlikdə iş görək qardaş. Birlikdə bu adamlara sözümüzü deyək, qanunu cəzalandıraq. Belə olmaz qardaş, bugün mənə sabah sənədir. Bu adamlar mərd, cəsarətli, dürüst, düzgün, düzə-düz əyri-əyri deyən oğulları, bunların Azərbaycan xalqını ələ salması, aldatması, şər böhtan atması, alçaqlıq eləməsini dilə gətirib danışan oğulları, qızları belə təkləyirlər. Təkləyirlər, məhkəmə ilə, polislə qorxudurlar. Elə bilirlər ki, güya məni polisə verəndə mən sakit qalacam. Mən niyə? Sən fırıldaqsan, yalancısan, 200'lüsən, uğraşsın, çıxıb danışırım, məcəb edim, yaxşı edirəm. Arvadı sövmüşəm, məcəb eləmişəm, səbəb sən olmuşsan. Əli Oğuzu da, Qabili də, digərləri də səbəb siz olmuşsunuz. Anlamadım mən bunu. Siz loto çıxmışsınız əziz, mənə şərət asınız. Millətə ələ salasınız. Heyvan yerini qoşsalladasınız. Mən də sizin yalanlarınızı danışıyorum. Sonra çıxıb məni şərət asan. Anamın şəklini qoyur. Türkiye'de verir. Ne bileyim özü yüzden, mənə deyir yüzden Irak. Kimsiz siz? Sizin götünüze pas sokacağım ben. Rast ki siz polise gider, məhkəməyə gider bu meseleni aparırsınız. Problem değil, birlikte gideceğiz. Birlikte sizin götünüzü dağıdacağım. Siz muhalefet diyorsunuz, siz cındır yığınısınız. Başa düşdünüz, siz siyasetçi diyorsunuz, siz qəhbə yığınısınız. 200'de uğraş, işveren, saxtakar, qandon yığınısınız siz. Siz muhalefet değilsiniz siz. Siz bunu görəksiniz. Faktlarla, subutlarla sizin götünüzü dağıdacağım ben. Səbirli olun, görəksiniz bunu. Kimin de dostlar bu alçaqlarla, bu şəkildə gördüğünüz, bu qancıqdan əmələ gələn, bu cında gədələrlə bağlı. Fakt, subut ne varsa, xahiş edirəm, mənlə əlaqə çıxın. Birlikdə qanunla bunları cəzalandıraq. Birlikdə. Bu qəhbələr qudurublar, göt balaları göt. Sizin götünüzə pas soğacağım ben. Ben dinmədim. Size medyadan söz dedim. Ama siz medyadan çıxıb gedib aparıb bunu polisə, məhkəməyə qədər aparırsınızsa mənim üçün daha da xeyirdir, ne güzel. Ben sizin götünüzə pas soğacağım. Ben bunu sizə keçməyəcəm. Mənə attığınız şərlərə görə, böhtanlara görə sizin götünüzə pas soğacağım. Ağzınıza siyəcəm sizin qanunla. Səbirli olun, sizə uğraşlar. Sağ olun dostlar. Allah'a emanet qalın.